Hər vaxtınız xeyir, realdasınız. Ölkəmizdə 3-cü MDB oyunları davam edir. Turnirdə növbəti yarış günü artıq geridə qalıb. Stend atıcılığı üzrə yarışlara artıq yekun vurulub. Azərbaycan idmançıları MDB oyunlarını ümumilikdə 9 medalla başa vurublar. Onlardan 5'i gümüş, 4'ü isə bürüncdür. Bugün həmçinin atletlerimiz daha bir gümüş medal kazanıblar. Gəncədə təşkil olunan üzgüçülük yarışında Süleyman İsmailzadə ikinci yeri tutub. O 800 metre mesafeye serbest usul üzmədə bu 800 metre mesafəni ikinci qət edib. Azərbaycanın badmintonçuları da, Azərbaycan badmintonçuları da medallarını təmin ediblər. Onlar badmintonçularımız qarışıq komanda yarışlarının yarın finalında məğlub olublar və bununla da onlar MDB oyunlarının bürünc medalını rəsmiləşdiriblər. Şəki Olimpiya İdman kompleksində isə 3-cü MDB oyunları çərçivəsində gimnastika yarışları başlayıb. Bugün gimnastika, batut gimnastikası üzrə ilkin təsnifat mərhələsi keçirilib. Burada qadınlar və kişilər fərdi proqramda çıxış ediblər. Azərbaycanın həm kişilərdən ibarət, həm də qadınlardan ibarət batutçuları finala vəsiqə qazanıblar. Bundan başqa Qəbələdə futbol yarışları davam edir. Azərbaycan milli komandası bugün növbəti oyununa çıxıb və seçməmiz görüşü uğurla başa vurub və onlar da demək olar ki medal qazanacaqlarını rəsmiləşdiriblər. Belə ki 16 yaşlarımız E qrupunda Qırğızistan kollektivi ilə qarşılaşıb və rəqib üzərində inamlı qələbə qazanıb. Görüş 4-0 hesabı ilə gençlerimizin 16 yaşlarımızın qələbəsi ilə yekunlaşıb. Seçməmizin heyətində Tunar Bayramov, Əli Bəşirov və Roman Fərzəli fərqləniblər və bununla da 4-0 hesabı ilə qələbə qazanan 16 yaşlılardan ibarət Azərbaycan milli komandası finalı vəsiqə qazanıb. Ümid edirik ki, Azərbaycan millisi növbəti günlərdə də uğurla çıxış edəcək. Hələ yarışlar MDB oyunları davam edir və ötən günlərdə bugünə qədər bugünkü yarış günlərini çıxmaq şərti ilə idmançılarımız 7 qızıl medal qazanmışdılar. Ümid edirik ki, növbəti günlərdə də seçməmizin üzvləri ümumilikdə medal, həm də qızıl medallarının sayını artıracaqlar və bu xəbərləri də biz sizə Real TV vasitəsilə çatdıracaq. Odur ki, Real izləməkdə davam edin.